Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin düz mərkəzində, Ploşad deyilən ərazidə 300 nömrəli məktəbə yaxın, musiqi məktəbinə yaxın, marşrutlara yaxın, marketlərə yaxın, bax yoldan 50 metr məsafədə. Demək, Astanovkaya yaxın, apteklərə yaxın, ən gözəl yerdə, mərkəzdə, nəmişlik olmayan ərazidə 2 ailə üçün uyğun bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Aşağıda 3 otaqdır, yuxarıda da 3 otaqdır, 6 otaqdır. Əvvəllər vaxtilə həyətinə maşın girirdi. Sadəcə ev sahibi ləğv eləyib, 2 ailə üçün uyğun ev eləyib, 2 mərtəbəni qaldırıb, rahat tam 2 ailə üçün uyğunluq bir ev yaradıb. Gördüyünüz kimi, bax yenə qeyd edirəm. Yola yaxın, asfalt, hər şey əlinin altındadır. Mərkəz hissədir. Keçən də evin içindən tanış olaq. Girən kimi, gördüyünüz kimi. Bu ikinci mərtəbəyə qalxmaq üçün də ayrı-ayrıdır. Mətbəxlər də ayrıdır, kombilisi düzdür, birdir, amma mətbəxləri ayrıdır. Girən kimi, girdi, daxil oldu. Girən kimi, solda sanitar qovşağıdır. Bura hamam hissəsidir, gördüyünüz kimi. Daxil oluruq buradan qonaq otağına. Qonaq otağı hörmətli izləyicilər. Burada yəni ev sahibi açıb, mətbəxlə belə zal üstü deyilib. Yəni buranı bağlamaq da olar. Yuxarı hissədə yəni bağlanıb. Sadəcə bunlar özü aşağıda yaşayır deyə belə bir şərait yaradım. Nəzərinizə çatdırım ki, gördüyünüz kimi, yəni 3 otaq burada, bir otağı buradadır. Pəncərələr açıldı. Hardasa 16, 4-ün 4-ə, 4-20-yə, 4-30-a ola. Bir 16-dan da hələ çoxdur. Pəncərələr düz yola baxır, işıqlı evdir. Keçən indi buradan bir evə baxaq. Bir otağa, yəni ev deyəndə otağa baxaq. Bura uşaq otağıdır, gördüyünüz kimi. Xudmani bir 10-12 kvadratlı bir otaqdır. Aşağına yüngülvari kosmetik xərcə ehtiyacı var. Aboylardır, yuxarı tavanlardır, yüngülvari işlənməlidir. Kombi ilə təchiz olunub. Mətbəx mebelindən təchiz olunub. Yəni hər şey qaydasındadır. Sadəcə yüngülvari aşağının yüngülvari xərci var. Bir 5-6 min belə deyə xərci var. Keçən də yuxarı ilə tanış olaq. 3 otaq burada, 2 ailə üçün, bacı qardaşa, 2 qardaşa uyğun olan bir evdir. Ya ata oğula, nəsə, yəni 2 ailəyə uyğundur da. Qısası mən sizin nəzərinizə çatdırım ki, bir evin də bir hissəsində monolitlə tikiblər. İndi qalxaq yuxarı, 2-ci mərtəbə ilə tanış olaq. Çıxan kimi, bax bu hissəsi. Burada sanitar qovşağı, ayrıca. Qapıları qoyulacaq. Ev sahibindən danışmaq lazımdır. Burada da bir hamam hissəsidir. Bir dənə qapıları qalıb. Daxil olur buradan içəri. Girən kimi bax mətbəxdir. Bəyaqları qeyd eləmişdim. Ayırmaq olar. Yuxarıda proyekt nətərcə, aşağıdakı proyekt necəsə, yuxarıdakı proyekt elədir. Buranızı görürsünüz, təmiri gül kimidir. Yəni qaydasındadır. Təzə təmirdən çıxıb ev sahibi özləyib, özləri pollar da elə vurub ki, çipdir. Bir dənə titrəmə yoxdur. Bunu da nəzərdə çatdırın. Özlərinə təmir olunub. Mətbəxdən girəndən sonra zala daxil olur. Zaldan da 2 dənə otaq var. Zala baxar. Burada da yenə geniş bir, hardasa təxmini bir 15-16 kvadratlı bir yataq otağıdır. Burada da yenə 15-16 kvadratlı bir yataq otağıdır. Gördüyünüz kimi hörmətli izləyicilər. Baxın. Yəni nə varsa hamımızı təqdimatda sizə çəkdim, göstərdim. Evin də qiymətini siz nəzərinizə çatdıracağım. Sənəd qeydiyyatla olacaq. Qeydiyyatla köməkli göstərə bilərik. Bunu da nəzərinizə çatdırım. Yəni köhnə dədə-babadan damavoy deyirlər. Adres ünvana propiska eləməyinə köməkli göstəririk. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməkli göstərə bilərik. YouTube-da, Instagram-da, TikTok-da, Facebook-da. Seçal Əmlak səhifəsində orada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 2 ailə üçün mərkəzdə, gözəl bir yerdə olduğu üçün 180 min ev sahibi tərəfindən təyin olunub. 180 min. Endirim olmaqla birbaşa sahibi ilə danışacaqsınız. Son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. 180 min start qiymətdir. 6 otaqdır. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah alana da xeyir versin, Allah satana da. Amin.